Vahabilərə qısa suallar proqramında onların öz əqidəsi barəsində öz kitablarında suallarımız var idi. Növbəti sualımızı səsləndiririk. O da bundan ibarətdir ki, Buxari öz kitabında hədis nəql eləyəndə deyilənə görə və nəql olunana əsasən hədislərdə dəyişiklik edirdi. Məsələn, hər hansı bir səhabə barəsində ki, o səhabənin zərərinədir və həmçinin o səhabənin günahından danışılır, onu Buxari dəyişdirirdi, adını götürürdü və filan adında bir şey onun yerinə qoyurdu. Məsələn, Səmrət ibn Cündəb barəsində deyirlər ki, açıq-aşkar şərab satırdı və Ömər də bundan xəbəri var idi, narazı idi və hətta ona nifrin də eləmişdi. Bunu Buxari nəql etdi ki, Ömərə bu xəbər çatdı, Ömər dedi ki, Allah onu öldürsün. Amma bir halda ki, görür adını zikr eləmir. Amma Müslümin kitabına baxanda, öz kitabında qeyd edir ki, Müslüm deyir, Səmrət ibn Cündəb idi ki, Ömər onun barəsində xəbər tutmuşdu və onun şərab satmasından xəbərdar idi və ona qarğış edirdi və ona nifrin edirdi. Bizim sualımız budur ki, Vahabilər belə bir şəxsdən necə ola bilər ki, əqidə götürsünlər bir halda ki, nəql edildiyi hədislərdə dəyişikliklər eləyirdi. İranda oturub Azərbaycan daxilində fitnə, yalan və iftiralarla İslamın əsaslarına hücum edən bu adamlarda görəsən zərrə qədər də səmimiyyət, dürüstlük, ədalət hissi varmı? Özünə elm əhli, araşdırmacı deyən adamda gərək adillik olub, yalan iftira olmasın. Bu adamların ittiham etdiyi şeylərin 1000 qatı şiə kitablarda mövcuddur. Onun iradına gəlincə, İmam Buxari əgər hədisi təhrif etmək istəsəydi, heç hədisi ümumən nəql etməzdi. Onsuz da o əzbərə bildiyi 10 minlərlə hədislər arasından tərtib etdiyi fəsillərə uyğun nəqilləri kitabında qeyd etmişdi. Adın filankəs olaraq çəkilməsi heç bir halda Peyğəmbərin sallallahu aleyhi və səlləmin dediyi sözün mənasını və ya hökmünü dəyişmir. İmam Buxarinin hədislərdə bəzi şəxslərin adını çəkməyib filan, ərəbcə fulan deməsi, onun hədisləri dəyişdirməsi, təhrif etməsi deyil, əksinə hədis elmində istifadə olunan çox incə və əxlaqi bir metoddur. Bu, onun izlədiyi elmi, əxlaqi metod idi. Bəhsi keçən bütün şəxslərin adlarını isə biz onsuzda istər onun, istərsə də digər alimlərin kitablarından bilirik. Ən mühüm səbəb insanların etdiyi səhvləri və ya günahları hamıya yaymamaqdır. İslamda hər hansı birinin eybini örtmək təqdir olunur. Uca Allah Quranda və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində dəfələrlə ad çəkmədən konkret şəxslərə işarə ediblər. Amma hər kəs də söhbətin kimdən getdiyini bilirdi. İmam Buxari kitabını fəsillərə görə tərtib etdiyinə görə, bəzən adın yerinə bir kişi və ya filankəs yazmaqla diqqəti şəxsin kimliyindən ayırıb, hadisənin özünə və ondan alınacaq dərsə yönəldir. Uca Allah Quranda ad çəkmədən bəlli kəsləri tənqid etməklə diqqətini şəxslərə deyil, o əmələ verilməsini istəyirdi və həmin şəxslərin sonralar hədəf göstərilməsini istəmirdi. Rafizilər özləri sahabə düşməni olduqları üçün hər fürsətdə onların eyblərini axtarmağa çalışırlar. İndi isə gəlin, bu adamın dediyi hədisin mətninə diqqət edək. İbn Abbasdan radiyallahu anhu rəvayət olunur. Mənə xəbər çatdı ki, Ömər radiyallahu anhu belə demişdir. Allah filankəsi öldürsün. Məgər o bilmirdi ki, Rəsulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Allah yahudilərə lənət etsin. Onlara heyvanların piyləri haram edildi. Onlar isə o piyləri əridib satdılar. Böyük əhli sünnə alimləri, İmam Ən-Nəvəvi və İbn Həcər Əl-Əsqalani bu hədisi belə izah edirlər. Səmra ibn Cündəb şərabın haram olduğunu bilirdi. Lakin o hesab edirdi ki, haram olan onun içilməsidir. O düşünürdü ki, əgər şərab sirkəyə çevrilərsə və ya ticarət məqsədi ilə istifadə olunarsa, bu artıq halal mal sayılır. Həzrəti Ömər isə daha uzaq görən bir mövqe sərgiləyirdi. O, Peyğəmbərin sallallahu aleyhi və səlləm Yahudilər haqqındakı misalını çəkərək bildirmək istəyirdi ki, əgər bir şeyin özü haramdırsa, onun ticarətindən gələn qazanc da haramdır. Səmranın etdiyi xəta qəsdən dini pozmaq deyil, hökmü düzgün tətbiq etməmək, yəni ictihad xətası idi. İmam Buxari bu hədisi şərab və ondan alınan məhsulların ticarətinin haramlığını bildirmək üçün qeyd etmişdir. Səmranın adını çəkmək və ya çəkməmək bu hökmü dəyişdirmirdi. Sahabələr məsum deyillər, amma onlar dinlərində və nəql etdiyi rəvayətlərdə sadiqdirlər. Səmranın ticarətdə səhv etməsi, onun Peyğəmbərdən sallallahu aleyhi və səlləm eşitdiyi sözü yalan danışacağı mənasına gəlmir. Nəticə olaraq İmam Buxari faktı gizlətmir.
sadəcə müctəhid kimi vacib olan hissəni götürür. Rafizilər belə səviyyəsiz üslubla istəyirlər ki, belə cılız şübhələrlə sünnətə kölgə salsınlar. Əvəzində isə insanları yalan, təhrif və batil şeylərlə dolu kitablarına yönləndirsinlər. İstər din düşməni ateistlərə, sünnət inkarçıları və rafizilərə kifayət qədər müfəssəl cavablar verilib. Məgər bu cavablar onları öz iddialarından əl çəkməyə vadar edibmi? Xeyr, çünki onlara həqiqət deyil, qərəzli olduqları üçün öz bildiklərini iddia etmək maraqlıdır.